Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost-TV-nin efirində xoş gördük. Dövlət Məşğulluq Agentliyi ilə Dost-TV-nin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Ən son xəbərlərimiz və aktual bir mövzu ilə qarşınızdayıq. Bugün İş Saatında özünü məşğulluq proqramı barədə danışacağıq. Qonağımızla birgə bu barədə ətraflı söhbətimiz olacaq bir qədər sonra. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Dövlət Məşğulluq Agentliyinin sədri Xaçmazda vətəndaşları qəbul eləyəcək. Bu il 26 əmək yarmarkası olub, 1654 vakansiya təqdim edilib. Daha 40 nəfər işsiz şəxs ANAMA ilə birgə təşkil olunan peşə hazırlığı kursuna cəlb edilib. Daha ətraflı həftənin xəbər xülasəsində. 17 mart 2026-cı il tarixində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun Xaçmaz rayonunda vətəndaş qəbulu keçiriləcək. Qəbulda Xaçmaz rayon sakinlərinin işlə təmin olunma, özünü məşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə dair digər sahələrlə bağlı müraciətləri cavablandırılacaq. Qəbul Xaçmaz şəhəri Heydər Əliyev prospektində yerləşən Tarix Diyarşünaslıq Muzeyində keçiriləcək. Dövlət Məşğulluq Agentliyində LinkedIn platformasının nümayəndələri ilə görüş keçirilib. Görüş çərçivəsində agentliyin fəaliyyət istiqamətləri nəzərə alınmaqla LinkedIn platformasının təlim və karyera inkişafı resursları, hədəf qrupları üçün təqdim etdiyi imkanlar barədə fikir mübadiləsi aparılıb. Tərəflər müvafiq resurslardan istifadə və qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində ilkin razılığa gəliblər. Dövlət Məşğulluq Agentliyində Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüş keçirilib. Tərəflər kənd təsərrüfatı sahəsində, xüsusilə cins mal-qaranın alınması və məhsuldarlığın artırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu sahədə Türkiyənin təcrübəsinin öyrənilməsi və mümkün tətbiqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfirliyin nümayəndələri Türkiyədə kənd təsərrüfatı və heyvandarlıq sahəsində tətbiq olunan müasir yanaşmalar, o cümlədən həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Dövlət Məşğulluq Agentliyi Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 1137 şəxsi məşğulluq tədbirlərinə cəlb edib. Onlardan 1099 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib, 38 sakin isə peşə kurslarına cəlb edilib. Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi arasında əməkdaşlıq çərçivəsində növbəti həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi peşəsi üzrə hazırlıq kursuna başlanıb. Kursa 40 nəfər işsiz şəxs cəlb edilib. Müdavimlər üçün ANAMA tərəfindən humanitar mina təmizləmə və döyüş sahəsinin təmizlənməsi istiqamətlərində xüsusi təlimlər təşkil olunur. Təlimlər zamanı iştirakçılara mina təhlükəsi ilə bağlı davranış qaydaları, əməliyyat prosedurları və təhlükəsizlik standartları barədə ətraflı məlumat verilir. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək yarmarkası təşkil olunub. Aktiv məşğulluq tədbirlərində işsiz və iş axtaran şəxslərə 206 işə götürən tərəfindən 1654 vakansiya təqdim olunub. Yarmarkalarda işsiz və iş axtaran şəxslərə boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri işə götürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib. Uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediliblər. Ötən həftə regional məşğulluq filialları tərəfindən də bir sıra işlər görülüb. Yeni peşə kurslarına başlanıb, işə götürənlərlə əməkdaşlıq qurulub, əmək yarmarkaları keçirilib. Region xəbərləri ilə efirimiz davam edir.
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünü məşğulluq proqramı çərçivəsində yüzlərlə vətəndaşımız kiçik biznes quraraq dayanıqlı gəlir əldə edir. Onlardan biri də Böyük Qayıdış proqramı çərçivəsində doğma yurduna dönən Füzuli sakini, keçmiş məcburi köçkün Rüstəm Ağazadədir. O, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri istiqaməti üzrə lazımi avadanlıq və aktivlərlə təmin olunub. Ağazadə Rüstəm Akifoğlu, Füzuli rayonu sakini. 7-ci sinifdə oxuyarkən buranı tərk eləmişəm. İndiki yaşadığım küçədə yaşamışam vaxtilə. Hər şey xatirimdədir. Torpaq həsrəti uzun müddətdən sonra bitdi. Şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı, dövlətimizin başçısına, ali baş komandanına da bir daha minnətdarlığımı bildirir ki, bugünkü günü bizə yaşatdırar. İlk Qarabağa Füzuliyə köç etmiş sakinlərdən biriyəm. Bizi maraqlandıran ən birinci məsələlərdən biri iş məsələləri idi. Dövlət Məşğulluq Agentliyinə müraciət elədik. Anında demək olar ki, 2-3 gün ərzində bizi qeydiyyata aldırar, bizi avadanlıqla təmin elədilər, sağ olsun bizim nümayəndəlik də bizə yer təyin elədilər, bizi yerləşdirdilər. Ehtiyacı olan bir sahədə işləyirik, Dövlət Məşğulluq Agentliyi bizi avadanlıqla təmin elədi. Sağ olsunlar, yenə də minnətdarlığımızı bildiririk. Hələnin bir sənəti var, bizim də sənət budur. İnkişaf elətdirəcək inşallah. Özünü məşğulluq proqramı işsiz və iş axtaran şəxslərə müxtəlif biznes istiqamətlərindən faydalanmaq imkanı verir. Səyyar kofe evləri də həmin imkanlardan birisidir. Xocalı rayonundan olan keçmiş məcburi köçkün Fikrət Məhərrəmov özünü məşğulluq proqramı ilə öz ideyasını biznesə çevirib. İndi o, doğma Xocalıda fəaliyyət göstərir. Mən Məhərrəmov Fikrət İnqilaboğlu. Əslən Xocalı rayonunun Kosalar kəndindən valideynlərim oradandır. Biz 92-ci il müharibəsindən sonra kəndiyə köç etdik və orada yaşamağa başladıq. Mən Xocalını görməsəm də ailəmin danışdıqları ilə bilirdim ki, Xocalı çox gözəl bir yerdir. Mən əmin idim ki, Xocalı soyqırımının qisasını alacaq və 2020-ci ildə 44 günlük müharibədə gedən döyüşlərdə Xocalı və digər erməni əsirliyində olan işğaldan azad etdik torpaqlarımızı. Xocalının alınması bizi çox sevindirdi və bundan sonra dövlət qurumlarına müraciət etdik ki, bizi ora köçürsünlər. Və 2025-ci il 25 iyun tarixində biz Xocalı rayonu Balıca kəndinə ailəmlə birlikdə köç etdik. Dövlət Xocalı rayonu Balıca kəndinə bizi evinə təmin etdi. Xocalıya köçdükdən sonra artıq bir işlə məşğul olmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və onlara bildirdim ki, mən Gəncə şəhəri və Bakı şəhərində barista üzrə işləmişəm. Onlar da məni özünə məşğulluq proqramına yazdılar. Bir həftəlik təlim keçib və təlimə uğurla başa vurdum. Qısa müddət sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən mənə zəng etdilər və səyyar kofe evini mənə verdilər. Bu həmin kofe evidir və burada kofe hazırlamaq üçün hər cür aparatlarını təmin etdilər. Hər gün saat 8-də gəlirəm, axşam 6-ya 7-yə kimi burada işləyirəm. Və mənim klientlərim əsasən xarici turistlər və yerli turistlərdir. İşlərim çox gözəldir və bilirəm ki, günü-gündən Xankəndi şəhərinə köç olur və daha da çox sifarişlərim olur. Hər gün gəldikcə daha çox sevincli olurum. Çünki hər gün daha yeni insanlarla tanış olam, yeni insanlarla ünsiyyətdə oluram. Hər şey çox yaxşı olacaq. İş saatını izləyirsiniz, hörmətli tamaşaçılar. Bu dəfə iş saatında özünü məşğulluq proqramından danışırıq. Özünü məşğulluq proqramı çərçivəsində hansı işlər görülür, proqramın gedişatı necə davam eləyir və hansı yeniliklər var? Bu barədə studiyamızın qonağı ilə ətraflı indi söhbətimiz olacaq. Və iş saatının bugünkü qonağı Dövlət Məşğulluq Agentliyinin Məşğulluq Tədbirləri Departamentinin müdir müavini Eldar Əliyevdir. Xoş gördük sizi, xoş gəlmişsiniz. Xoş gördük, çox sağ olun. Eldar bəy, yenə özünü məşğulluq proqramından danışırıq. Bu proqramla bağlı məsələlər və proqramın aktuallığı heç vaxt bitmədiyi üçün biz də çalışırıq ki, tez-tez bu barədə danışaq. Və özünü məşğulluq proqramı da hər zaman vətəndaşlar üçün maraqlıdır və daha çox müraciətlərin olduğu bir aktiv məşğulluq tədbiridir. Ona görə istəyirəm ki, ilk olaraq özünü məşğulluq proqramı barədə ümumi bir məlumat verək, daha sonra sizə detallı suallarım olacaq. Özünü məşğulluq proqramı çox düzgün vurğulayırsınız ki, ümumiyyətlə Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən məşğulluq xidmətləri arasında deyərdim ki, sütun rolu oynayır, mühüm yer tutur
özünə məşğulluq proqramı Prezident fərmanı ilə 2017-ci ildən icrasına başlanılmışdır. Artıq bu günə kimi 100 mindən çox şəxs proqram çərçivəsində əmlaklarla təmin edilmişdir. Ümumiyyətlə, özünə məşğulluq proqramı qanunla müəyyən edilmiş qaydada müəyyən mərhələlərdən ibarətdir. Bunlar işsiz və mülkiyyətində torpaq payı olub digər məşğulluğu olmayan iş axtaran şəxslərə ilkin olaraq məlumat və məsləhətin verilməsi, daha sonra ilkin monitorinqlərin keçirilməsi, hansı ki, orada biz şəxslərin proqrama uyğunluğunu yoxlayırıq. Daha sonra uyğun hesab edilən şəxslərin biznes təlimlərinin həyata keçirilməsi və hazırladıqları biznes planlarının qiymətləndirilməsi həyata keçirilir. Daha sonra mal və materiallar natura şəklində bir il müddətində şəxslərin istifadəsinə verilir. Bir ilin tamamında biz yekun monitorinq keçiririk və şəxs ona verilən əmlakdan təyinatı üzrə istifadə edirsə, biznes fəaliyyətini davam etdirirsə, uğurla biz həmin əmlakları artıq şəxsin mülkiyyətinə veririk təhvil təslim aktı ilə. Proses qısa olaraq bundan ibarətdir və əlavə olaraq qeyd etmək istəyirəm ki, özünə məşğulluq proqramına qeyd etdiyiniz kimi tələbat çox olduğu üçün, müraciət çox olduğu üçün biz artıq bir neçə ildir ki, özünə məşğulluq proqramında növbəllik reyestri formalaşdırmışıq, hansı ki, orada şəxslərin sosial rifahı, belə deyək, sosial vəziyyəti, maddi rifahı və s. bu kimi şeylər nəzərə alınaraq hər şəxsə münasibətdə bir skorinq balı formalaşır və həmin skorinq balına uyğun olaraq şəxslərin proqrama cəlb olunması növbəllik əsasında həyata keçirilir. Biz həmin növbəllik reyestrini Dövlət Məşğulluq Agentliyinin rəsmi internet saytında dərc edirik. Hər həftə bu reyestr yenilənir və şəxslərin skorinq balına uyğun olaraq növbəllik qaydasında özünə məşğulluq proqramına cəlb olunurlar. Bu növbəllik reyestri hansı müddətdən bir yenilənir? Yəni vətəndaşlar orada hansı aralıqda artıq yenilənmiş məlumatları görə bilirlər? Biz çalışırıq ki, bu yenilənməni mütəmadi aparaq. Təbii ki, bu məlumatların toplanması, dəyişən məlumatların inteqrasiya olunması bir həftə vaxt çəkir, belə deyək. Yəni, həftədə bir dəfə artıq şəxslərin növbəlliyi yenilənir. Və orada ola bilər ki, hər hansı bir şəxsin növbəsi dəyişir və s. Yəni, bu kimi hallar da baş verə bilir. Yəni, yeni müraciətlər varsa, onlar əlavə olunur və mövcud müraciətlərdə, onların göstəricilərində prosesin gedişatında hər hansı bir düzəliş varsa, onlar edilir o zaman. Eldar bəy, özünü məşğulluq proqramı çərçivəsində vətəndaşlara istehsal xidmət və kənd təsərrüfatı istiqaməti üzrə aktivlər verilir. Burada 30-dan çox istiqamət var ümumilikdə biznes sərflərinin sayı olaraq. Bu əsasən hansı sahələri əhatə eləyir? Əslində, siz elə vurğuladınız. Yəni, bizdə əsas 3 istiqamət var. Kənd təsərrüfatı, istehsal və xidmət sahələri. Hal-hazırda bizim aktiv olaraq 32 zərfimiz var. Onlardan 5-i pilot olaraq 2025-ci ildə icrasına başlanılıb və şəxslərə təqdim olunur. Əgər uğurlu olarsa, növbəti illərdə də, belə deyək, bu zərflərin davamlı olaraq verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı üzrə ən çox 4 istiqamətimiz var və regionlarda ən çox kənd təsərrüfatına üstünlük verilir. Tələbat orada daha çoxdur və ən çox maldarlıq təsərrüfatı və qoyunçuluq təsərrüfatı üzrə müraciətlər var. İstehsal və xidmət sahələri üzrə isə demək lazımdır ki, Gəncə, Bakı, Abşeron, Sumqayıt bu kimi şəhərlərdə daha çox istehsal və xidmət sahələrinin üstünlüyü verilir. Yəni burada daha çox tələbat var və burada ən çox bizim belə deyək də populyar zərfimiz, hansı ki tələbatı çoxdur, kiçik dərzi sexi, qadın gözəlliyi salonu, broiler inkubatoru, avtoçilingər zərfi, yəni bu kimi zərfləri misal gətirmək olar. Ümumiyyətlə, zərflərin tərkibində avtomobillə bağlı bizim bir neçə sayda zərflərimiz var. Bilirsiniz ki, biz hətta klasterlə bağlı avtoklaster layihəmizi də həyata keçirib. Bu da sırf avto ilə bağlı müəyyən zərfləri özündə birləşdirir. Yəni, belə dediyim kimi, istehsal, xidmət və kənd təsərrüfatı üzrə hal-hazırda 32 zərf və davamlı olaraq biz zaten yeni zərf təklifləri irəli sürürük.
Bundan başqa zərfin tərkibində müəyyən dəyişikliklər edilir və s. Ümumiyyətlə, burada istehsal xidmət sahəsi daha çoxdur və özünü məşğul proqramında xüsusi bir yeri var. İstehsal xidmət üzrə yeni iş yerlərinin yaranması, bu cür kiçik sahibkarlığın, kiçik müəssisələrin yaranması da eyni zamanda bir sahibkarlığa töhfə verir. Özünü məşğul proqramını bu istiqamətdə necə qiymətləndirmək olar? Məhz kiçik sahibkarlığın inkişafında. Razıyam mən sizlə və əlavə olaraq qeyd edeyim ki, xüsusən də regionlarda bizim özünü məşğulluq proqramının kiçik sahibkarlığa birbaşa təsiri var. Belə ki, regionlarda istehsal artır və bu yerli məhsulların sayının artırmasına gətirib çıxarır. Misal üçün, maldarlıq, qoyunçuluq və s. kənd təsərrüfatı istiqaməti üzrə gündəlik tələbat malları, süd, pendir və s. bu kimi məhsullar ortaya çıxır, istehsal olunur. Xidmət sahələrində isə xidməti göstərən yerli sahibkarlar, kiçik sahibkarlar formalaşır. Bu da istər-istəməz iqtisadiyyata, belə deyək də, bir qatqı sağlayır, qatqı verir. Bundan başqa, ümumiyyətlə özünə məşğul proqramı mən deyərdim ki, qeyri-neft sektorunda və kiçik və orta biznesdə mühüm rol oynayır. Biz bunları, belə deyək, şəxslərə əmlak verəndən sonra bir ilin tamamında onların fəaliyyəti, ortaya qoyduqları məhsul, xidmətin keyfiyyəti, həcmlərini belə deyək, ölçərək bunu əminliklə deyə bilərik. Bildiyiniz kimi biz yekun monitorinqlər keçiririk, şəxsin vəziyyətindən maraqlanırıq. Nəinki ona əmlakı verib, belə deyək də, başlı-başına buraxmırıq. Biz baxırıq ki, həqiqətən adam işləyirmi, əlavə dəyər nə yaradıb və onlarla bağlı da başqa layihə və planlarımız da var. Siz çox yaxşı bir hissəni qeyd elədiniz ki, aktivlər veriləndən sonra vətəndaş onunla münasibətlər bitmir, mütəmadi olaraq monitorinqlər həyata keçirilir və eyni zamanda şəxsin öz biznesini gücləndirməsi üçün, daha da inkişaf elətdirilməsi üçün hansı dəstək mexanizmləri onlara təklif olunur? Hal-hazırda məşğuliyyət dəstək layihəsi çərçivəsində bir neçə, belə deyək, layihə, proqram hazırlanıb, hətta fəaliyyətə başlamışıq. Bunlardan ən, belə deyək, fəaliyyətə başladığımız ən böyük layihələrdən biri həvəsləndirmə mükafatları müsabiqəsidir və bu müsabiqə müəyyən şərtlər daxilində həyata keçirilir. İlk növbədə burada məqsəd qeyd etdiyiniz kimi həqiqətən əlavə dəyər yarada bilən, belə deyək, biznesini uğurla davam etdirən şəxslərə dövlət əlavə bir dəstəyi əsirgəmir, belə deyək. Və bu çərçivədə biz müsabiqənin elanını veririk rəsmi saytımızda. Şəxslər, bu kateqoriyadan şəxslər hansı ki fəaliyyətini davam etdirir, onlar müraciət edir. İlk növbədə biz onların bu müsabiqə şərtlərinə uyğun olaraq onların vergi borcları, ümumiyyətlə vergi orqanlarında qeydiyyatdan keçmələri, aktiv vergi ödəyicisi olub olmamaları barədə məlumatları əldə edirik, təsdiq edici sənəd istəyirik. Bu kriteriyalara cavab verən şəxslər artıq növbəti mərhələyə keçmiş sayılır. Növbəti mərhələdə isə onlar bundan əvvəl onlara verilmiş avadanlıqların, avadanlıq yox da zərfin tərkibinə uyğun olaraq yeni avadanlıqlar seçmək şansı verilir onlara. Həmin avadanlıqları seçirlər və biznes planı hazırlayırlar. Həmin biznes planlar növbəti mərhələdə qiymətləndirmə komissiyaları tərəfindən yoxlanılır və uğurlu hesab edilən benefisiarlara onların seçdikləri, onların istədikləri avadanlıqlar əlavə olaraq verilir. Bu layihəyə biz ilk olaraq Gəncə şəhərində başlamışıq və 10 nəfərə artıq avadanlıqlar da təhvil verilib. 2025-ci ildə isə biz əlavə 100 nəfər qalib seçmək üçün işə başlamışdıq. Saldadaldığım bu, belə deyək, mərhələlər artıq yekunlaşıb, şəxslərin 100 nəfər qalib şəxs seçilib, onlara növbəti mərhələdə artıq avadanlıqların verilməsi planlaşdırılır. Bu 2025-ci ildə icra olunmuş layihənin bir qismidir və 2026-cı ildə də artıq yenidən biz əlavə 190 nəfər qalib seçmək üçün işlərə başlamışıq. Hal-hazırda ilkin müraciətlər olundu.
və istiqamətlər, avadanlıqlar və biznes planlar hazırlanıb. İndi növbəti mərhələdə artıq qiymətləndirmə komissiyaları təşkil olunmalıdır və şəxslərin hazırladıqları biznes planlar qiymətləndirilməlidir. Daha sonra həmin o 190 nəfər, seçilən 190 nəfərə avadanlıqların verilməsi də planlaşdırılır. Beləliklə, ümumi olaraq məşğul dəstək layihəsinin birinci fazasında sırf bu layihə çərçivəsində, təkcə bu layihə çərçivəsində 300 nəfər şəxsin əlavə avadanlıqlarla əhatə olunması planlaşdırılıb. Bu qeyd elədiyiniz o 200 və digər şəxslərlə bir yerdə o zaman. Yəni bu il 2026-cı il üzrə olan müraciətlər də bura daxildir, həvəsləndirmə. 190 nəfər bir, 100 nəfər bir, 10 nəfər də Gəncədə verilmişik. Ümumilikdə 300 nəfər. Məşğul dəstək layihəsinin ikinci fazasında, hansı ki 26-29-cu illəri əhatə eləyəcək. Orada da biz əlavə bu tədbiri davam etdirmək niyyətindəyik. Eldar bəy, məşğulluğa dəstək layihəsi çərçivəsində eyni zamanda dəstək mexanizmli bir layihə də var. Bu birgə maliyyələşmə ilə bağlıdır. Layihənin adı səhvlənməmsə bu cür qeyd edir ki, sosial cəhətdən həssas şəxslər üçün iş yerlərinin yaradılması. Əlavə iş yerlərinin yaradılması. Bu layihə barədə məlumat verməyinizi xahiş edirəm. Burada hansı dəstək mexanizmi nəzərdə tutulur proqram iştirakçılarına? Bu layihə bizim Dövlət Məşğul Agentliyinin bundan əvvəl təqdim elədiyi birgə maliyyələşmə tədbirinə uyğun olaraq hazırlanmışdır. Bilirsiniz ki, birgə maliyyələşmə çərçivəsində biz dəstəyi nəinki belə deyək, işçiyə, hətta işə götürəni də veririk. Belə ki, həm işsiz şəxsi işlə təmin olunur, həm də işə götürənin əmək haqqı fonduna dəstəkdir ki, biz həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada müəyyən hissəsini ödəyirik. Bu layihə də həmin bizim proqrama uyğun olaraq hazırlanıb. Sadəcə burada bir xüsusi nüans var ki, burada artıq işə götürən özünə məşğulluğa cəlb edilmiş və uğurla fəaliyyətini davam etdirən şəxslərdir. İşə götürən qismində həmin şəxslər iştirak edir. Və bu da göstərir ki, bizim özünə məşğulluq proqramı həqiqətən də mühüm yer tutur və proqrama qoşulan şəxslər nəinki öz məşğulluqlarını təmin ediblər, hətta onlar işə götürənə çevriliblər. Və biz də Dövlət Məşğul Agentliyi olaraq həmin işə götürənlərə əlavə dəstəyin göstərməsi məqsədi ilə götürdükləri işçilərin əmək haqqını müəyyən hissəsini müəyyən müddət ərzində qarşılayırıq. Layihə çərçivəsində artıq müraciətlər yekunlaşıb, hətta biz müəyyən müqavilələrin bağlanmasına başlamışıq, seçim mərhələsidir, belə deyək. Yəni, bu layihənin də növbəti illərdə davam etdirilməsi əsas prioritetlərimizdən biridir. Eldar bəy, siz qeyd elədiniz ki, 32 zərf təqdim olunur vətəndaşlara özünün məşğulluq proqramı çərçivəsində və bunlardan böyük bir qismi məhz istehsal xidmət sahəsi üzrədir. Ümumiyyətlə, bu zərflərin müəyyənləşdirilməsi hansı meyarlar əsasında həyata keçirilir? Necə müəyyənləşdirilir zərflər? Təbii ki, ən birinci bazarın tələbləri araşdırılır. Nəyə ehtiyac var, nəyə ehtiyac yoxdur. Bundan başqa şəxslərin istəkləri, onların tələbi və təklif olunan zərflərin, həmçinin zərflərin daxilində olan avadanlıqların iqtisadi cəhətdən davamlı, dayanıqlı olmağı əsas götürülür və ümumi məqsədə, özünə məşğul proqramının ümumi məqsədinə uyğun olaraq seçilir. Biz daima bildiyiniz kimi il ərzində hər il demək olar ki, müəyyən zərflərin tərkibində dəyişikliklər eləyirik. Bəzi zərf tərkiblərində azaltma eləyirik, bəzilərinə əlavələr eləyirik. Yəni biz buna belə deyək də təkmilləşmə deyirik və bu təkmilləşmə hər il davamlı olaraq qaçınılmazdır. Ona görə də bu işlər hər il davam edir. Bundan başqa yeni zərflər də təqdim olunur. Bayaq qeyd etdiyim kimi bizim 5 pilot zərfimiz var. Bəli. Hansı ki 2025-ci ildə icrasına başlanılıb. Bundan sonra da biz daha çox belə deyək 2026 və növbəti illərdə sırf qadınların məşğulluğunun artırılması, qadınların özünə məşğulluq proqramına cəlbinin belə deyək əhatə dairəsinin böyüdülməsi istiqamətində işlər aparırıq. Hal-hazırda bu istiqamətdə ilkin olaraq bir təhlillərimiz və təkliflərimiz var.
ümid edirəm ki, növbəti görüşlərimizdə rahatlıqla mən onları sizə təqdim edə biləcəm. Siz qeyd elədiniz 2025-ci ildə yeni zərflər hansı ki siyahıya əlavə olunmuşdu, mövcud zərflərin bir neçəsi təkmilləşdirilmişdi. Belə başa düşürəm ki, 2026-da da bu proses davam etdiriləcək, hal-hazırda araşdırma aparılır. Cari il üçün başqa özünü məşğulluq proqramının gedişatı ilə bağlı nələr nəzərdə tutulur? 2026-cı ildə əslində biz artıq başlamışıq. Müəyyən dediyim kimi, yenə təkrarçılıq olmasın, zərflər daim yenilənir. Ona görə 2026-da da buna başlamışıq. 2026-cı ilin belə deyək də proqramın icrası hələ ki başlamayıb. Nəzərdə tutulub və birincisi də bu proses biraz vaxt alır. Yəni orada da yeniliklər bizi gözləyir. Yenə dediyim kimi zərf tərkibində olacaq bu dəyişikliklər. Ona görə ki tələb artıq dəyişir, istəklər dəyişir və yaxud təklif olunan zərflərin tərkibində olan avadanlıqlar öz misal üçün ötən ilə nisbətən öz ağırlığını itirə bilir. Yəni bu kimi şeylərin əsasında biz hər il demək olar ki bu işləri görürük. O zaman yeni zərflər və yaxud da ki təkmilləşdirilmiş zərflərlə bağlı məlumatlar ola bilər 2026-cı ildə də. Belə deyək, 2026-cı ildə bilirsiniz, bayaq da qeyd elədim, bizim avtoklaster layihəmiz var idi. Hansı ki Oğuz şəhərində ilk dəfə biz 9 avtomobil üzrə 9 istiqamət seçdik və şəxslərin birgə fəaliyyətini təşkil elədik. Biz növbəti dəfə bunu bir regionumuzda planlayırıq. Hələ ki layihənin ilkin mərhələsindəyik. Hansı ki orada şəxslərin seçilməsi, həmin yerin belə deyək, tapılması, uyğunlaşdırılması, yəni bu kimi işlər davam eləyir. Yəni avtoklaster layihəsi bu ildə nəzərdə tutulmuşdur. Əlavə olaraq biz bütün xidmətlərimizdə elektronlaşmaya getdiyimiz kimi, özü məşğul proqramında da məqsədimiz prosesi elektronlaşdırmaq, avtomatlaşdırmaq, həm vətəndaşların belə deyək, işini yüngülləşdirmək, həm öz işimizi yüngülləşdirmək. Məqsəd tendensiyaların, həmin elektronlaşma ilə tendensiyaların özlə məşğulluq proqramında da icrasını nəzərdə tutur. Uğurlar arzulayırıq Eldar bəy fəaliyyətinizdə. Təşəkkür edirik gəldiyiniz üçün və məlumatlar üçün. Mən təşəkkür edirəm, çox sağ olun. Siz də sağ olun. Belə hörmətli tamaşaçılar, iş saatını izləyirdiniz. Bu dəfəki efirimizdə özünü məşğulluq proqramından danışırdıq. Proqram çərçivəsində hazırda hansı işlər görülür və cari il üzrə nələr nəzərdə tutulur, bu barədə məlumatları təqdim elədik. Dostavənin efiri vasitəsilə əlbəttə ki, həm məşğulluq sahəsində, həm də sosial sahədə olan işləri, yenilikləri operativ şəkildə əldə edə bilərsiniz, izləyə bilərsiniz. Məşğulluq tədbirləri ilə bağlı daha ətraflı məlumat üçün isə bizi sosial şəbəkələrdən izləyə və eyni zamanda müraciətlərinizi ünvanlaya bilərsiniz. İş saatında bugünlük sizə təqdim eləyəcəklərimiz bu qədər. Növbəti həftə yenə görüşəcəyik. Özünüzü qoruyun. Hələlik.